Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliyine karşı Türkçe eski kitaplar programının 281. bölümün başlayıram. İnşallah ki her ne kadar eləyə bilək Türk eski yazılmış kitaplara başvurmaqla, onlarla anlaşmaqla Türk dünyasının insanlarının yarattığı düşünceyle, anlayışla, görüşle, felsefeyle, siyasetle, hukukla, insanlıkla, hünerle, işle, güclə, teknolojiyle, cəsarətlə tanışlaşaq və yenidən o gücü ələ gətirək. Bunu geçen 250 ildə özellikle düşmənlərimiz kitaplarda yalanlar yazarak bizim beynimizi ələ getirdiblər və bizim beynimizi istədikləri kimi bərnamə qoyublar bizim beynimizə, ya proqramladıblar, ya otomatik eləyiblər bizim zehnimiz onların istədikləri yolunda hərəkət eləsin. Təhdidçarə ki, eləyə bilək bu cəhalət mühəndisliğindən çıxaq və eləyə bilək tutacaqda milli düşüncəni, milli anlayışı, milli görüşü, milli ruhu ələ gətirək və milli dövlətimizi quraq və milli mənafeyimizi dünyada qoruyaq və bir dünya üzəri bir gücə çevirilək. Budur ki, qeydaq yenə bir müsəlman olsaq da Türk müsəlman kimi düşünək və Türk bir müsəlman ərəb kimi düşünək, yoxsa bir adı müsəlman Türk amma Məsihi, Amerikalı, ya İngilisli, ya Fransəli, ya Almanlı kimi düşünməyək. Ki biz geçen 250 ildə İngilislərin özellikle əli ilə biz çox bir ağır duruma gəlib çatmışıq. Gedək görək bu günləri şansımıza hangi kitab çıxır, onu oxumağa, ya hangi kitablar çıxır. Dünənləri geçen cələsədə gördüyünüz kimi 3 dənə kitabla qarşı-qarşıya gəldik. Üçü də dilçilik və lüğətçilik sözləri haqqında idi. Mənim də onlarda əlim olmadığı üçün onlara çox şey eləmədim. Amma Müqəddəmətül Ədəb Zəmixşəri neçə yüz il bundan qabaq yazılmışdı? 505 il, 942 il öncə yazılmışdı. Bu Müqəddəmətül Ədəb ki, lüğət idi, lüğətlər idi, onu orada oxuduq. İkinci kitab adı Türkçe Farsça sözlük idi ki 324 il önce yazılmıştı. O da el yazımı idi. Bu kitapta 3 risale var. 3 bölüm var. Çünkü birincisi 324 il önce yazılmıştı. İkincisinin təəssüflə tarixine baxmamışam. Üçüncüsü 569 il bundan önce yazılmıştı. Və Təcridul Lüğat dünən gördüğümüz kitaplardan çox gözəlcə, zahirən Gilanlılar Qəzvində yazılıbdı bu. Şəhid Nasiruddin Şah zamanında yazılıbdı. Zahirən Gilanlılar istəyiblər ki, Türk qonşuları olduğu üçün, Türk dilini öyrəşmək üçün bir kitap yazılsın. Orada bir şəxsi oturup ve bu kitabı yazıbdı. Kitab çox şeydir, çox şəkilli yazılıbdı, çox fərqli vəziyyətdə yazılıbdı. Bu da bunun yazması 20 il çəkib üst-üstə. Çünki 1264-cü ildə başlayıb yazmağa 1285-ci ildə bu kitabı qutarıbdı. Çox uzun, amma şeirlə yazıbdı hər şeyi və orada Türk dilini öyrədir. 162 il öncədə bu kitab yazılıbdı, əl yazıdır və dil haqqında, sözcüklər haqqında olduğu üçün onu da çox xülasə, əlbəttə ondan biraz oxuduq, yaxşı idi. Gedək görək bu günləri
şansımıza bu kitabda fikrim bil yenə də dil haqqında olacaqdır. Üstündə yazır ki, ərəb, fars, türkcə sözlük. Bu da 3 dilli bir sözlük olacaqdır. Gördüyünüz kimi kitabın gedək əvvəl özünü görək. Görək ki, bunu biz kitabxanada nə vəziyyətdə saxlayırlar. Gördüyünüz kimi bir cildi qırmızı kitabdır, tox qırmızıdır və üstündə də basma nəqşəsi var. Bunun türkçəsi basmadır, yadımdan indi düşdü. Basma nəqşəsi var, dövrəsində daha belə bəllidir, biraz çox işlənibdir. Kitabın bəzi yerləri həpriyibdir, amma kitabın nədən isə bu cürsə götürüblər əksin, çox şey olubdur, yəni beləsi. Gedək görək ki, bu səhifə, bu da ehtimalən İran, bəli, İran adlanan yerdə siyasi İran Milli Şura Məclisində bu kitab saxlanır. Zahirən bunun da hər PDF-də 4 səhifə qoyulubdur. Görək ki, əgər bunu keçsək. Kitabın boyu burada görsədir kitab lüğəti farsi və ərəbi və türki. İran Məclisi Şura İslamisində kitabın boyu 24 santimetrdir və eni isə 2 səhifəsi, üzr istəyirəm, eni 24 səhifədir, yəni hər səhifəsi 12 santimetrdir. Eni, bu kitabın boyu isə 22 müstətil bir kitabdır, yəni düz müstətil bir kitabdır. Bunun 3 səhifəsi buradan gördüyümüz, bəlkə də 4 səhifəsi, bu 1 səhifə, 2 səhifə, 3 səhifə tikrardır. Yəni 2 dənə ikisi çıxsaq kənara 5 səhifə. Bu 2 səhifə, çünki PDF-in hər bir səhifəsində 2 səhifə qoyulubdur. Bunu burada görürük, amma cəlibdir ki, belə eləyəndə bu çək gərəklədik, bunu istəyək eləyək gərək. Tamam, 4 səhifə qoyubdur, hər PDF-in hər səhifəsinə 4 səhifə qoyublar, cəlibdir bu. Biz məcburuq ki, beləsi baxaq. Kitabın 112 səhifəsi var PDF-də, amma o cür ki, ərz elədim, zahirən bir də bunu yekəssəm əgər, görərik ki, neçə səhifəsi var, qoymur gəlsin, yəni 4 səhifə olmasa görsənmir. Biraz da kiçiltməliyik, şu 4 səhifə gəlsin. Bəli, 4 səhifə qoyublar PDF-ə. Ehtimalən bu kitabı gərək ki, 448 səhifədən ibarətdir. Amma gedib baxacağıq bunun üzünə, görək ki, nə cürdür. Əvvəlimci səhifədə görürsünüz, kitabın 3 dənə möhrü vurulubdur. Təqribən bir-birinə bənzəyən möhrüdülər. Ehtimalən bir möhrü 3 dəfə vurublar. Belə görünən ola bilər. Üstə kitabxananı görürük və yazını görürük. Yazının əvvəl müqəddəməsi və sonra sözlükü görürük. Kitabın qırağında yazılıbdır. O yan yazılar ya qıraq yazıları görürük. Kitabın, o cür ki dedim, əlbəttə burada zahirən kitabın özündə vərəqlərinə səhifə vurub, səhifələrinə nömrə vurublar. 1, 2, 3, 4, tamam, 5, 6, bəli, 9, 10, 11, 12, 13, 14, bəli, beləsi, okey, nömrələr gəlir. Yəni, o birisi səhifəyə vuranda üstdəki nömrə gəlir. 2 dana da, amma nə cürdür ki, beləsi görsənmir. Pəs 4 deyil, əslində bu şey olacaqdır, amma kitabı biraz sürətini çoxaldım ki, görək bu nə cürdür. Çünki mənim lüğətdə əlim yoxdur, o qədər bundan şey olmayacaq. Kitabın o cür ki, gördük, özü 215 səhifə, cildi ilə bu həm 217 səhifəlik bir kitabdır. Qalanı ki vardı, bu 224 səhifə görsənəcəkdir. Qalanı cild izafi əkslərdir ki, qoyublar. Bu kitabı gördük, əvvəlindən axirinə qədər
gördük. Qeydaq indi əvvəldən bir müqəddəməsi, kiçik müqəddəməsi var idi. Onu oxuyaq görək bu kitab ha vaxt yazılıbdı. Bu birinci səhifədə çoxlu yazılar görürük, amma bu kitabın özünün içinə dəxli olmadığı üçün, bunu sonralar yazdıqları üçün buna baxmırıq. Bu duayı salavat nəbənə Həzrəti Oqüsə oxuya bilmədim orasını. Tamam, ötürək getsin. Lüğəti dastan. Calibdir, kitabın adı Lüğəti dastan kitab. Şayət də danistan kitab. Danistan olacaqdır. Lüğət danistan kitab. Kitabın adı budur. Ad Lüğət-i danistan kitab. Konu yani mevzu sözlük. Türkçe, Arapça, Farsça. Yazdık bunu. Bismillahirrahmanirrahim ve bihi nesteyin. Elhamdülillahi Rabbil erbab. Erbab sözüyle başladı. İhtimalen bu Rabbul erbab ve erbab sözü. Rabb sözünden de erbab sözü de Rabbin cəmidir. Rabb erbablar. Rabbi mən əgər diqqət eləsəz öncədən məni eləndə dedim ki, indiki mənada danışsaq, bugünkü mənada yəni mühəndislik. Ərbablar yəni mühəndislər. Və bilirsiniz ki, ərbablar mühəndis idilər. Nə cür mühəndis idilər? Yəni torpaqları var idi, kətləri var idi. Onlar orada o adamları orada nə əkiləcək, harda nə əkiləcək, nə qədər əkiləcək, bunun əkilmək vəsaili, yəni toxumu, malı, heyvanı, şoxun vurmaq vəsaili, hər nə mənəsə əkmək, biçmək, döymək, bunların hər vəsailin o ərbab deyəcəyidir ki, nə cür olsun. Sonra da nə qədər özü götürəcəyidir, nə qədər o zəhmət çəkənlər onları bəlli eləyəcəkdir. Bunun üçün bir növ özü idarə sistemidir. O olurdu. O da elə demək olar ki, bir növ mühəndisdir. Mühəndisi, məsələn, deyək ki, üretim ya tolid. Amma əkinəcək tolidi. Heyvan tolidi də yox, heyvan üretimi də yox, meyvə üretimi də yox, sadəcə əkinəcək. Elhamdülillahi Rabbil erbab müyəssiril məsir və səab. Yolları, çətinlikləri asan eləyən. Əlləzi xələqə Adəmə min turab. Turab torpaq və əlləməhu əsmaə vəl əlqab. İnsanlara adlarla əlqabı öyrətdi. Calibdir bu. Birinci dəfədir belə bir şey görürəm. Çox gözəl yazıbdır. Yəni ərbab sözü, turab sözü, əlqab sözü və fəzzələhu ələl mələikəti bisəbəqil cavab və kərrəməl əvladəhu bil kəşfi vəl kitab. Deyirəm, çox fərqli. Vəl vahyi vəl xitab. Hətta adama vəhy ilə xitab da gəldi. Və səlati və səlamə əla Muhammed zəciri əlil xətai və dai ilə səvab. Və səlamə əla alihi və əshabihi əşrəfil alali vəl əkməlül əshab. Əmma bə'd. Çinin میگوید از افی عبادالله الگوی الله گوی خطیب Rüstəm Əl-Mevləvi. Özü adı yazar kimdir? Yazar Xətib Rüstəm Əl-Mevləvi. Xətib Rüstəm Əl-Mevləvi. چون مولوی زادگان به اون و عنایت یزدان حفظ قرآن کردند، چنان که هر یکی را اهل الله و آمین آمین الله و خازن الله گفتن لازم آمد، پس خواستم که از سایر علوم هم بهره‌مند شوند
به طریق سلوک محصلین ابتدا به لغات تازی کنند دیدم که آنها نیز بی زبان پارسی آسان نمی گردد. این رساله را از آن جهت جمع kerdəm. Tamam, elə bu qədər özü və قوانین külliyyat fərs را به قدر واسع و طاقه به نظم آوردم. شعر ilə yazıbdır. تا طالبان اخوت طالبان را خوب و راغبان را مرغوب نماید انشاءالله تعالی. الفصل الأول من الأسماء في الألف المفتوحة الحركة بترتيب الحروف مبکنتی belə bir şey yazıbdır. Başda buram nə olar? Ab əlbəttə elə bir yazıbdır. Su və su yay ayı. Son yay ayı. Əlbəttə indi bunu tərsi oxumağa əgər dostlar görsələr, abı düz yazıbdır, böyük. İndi suyu beləsi də yazmayıbdır, beləsi baş üstə yazıb. Yəni mən istəyəm bunu oxuyam, ya gərək kitabı çevirəm 2-3 dəfə, ya da ki gərək beləsə əyləm, başım yerdə ola, ayaqlarım göydə ta eləyirəm kitabı oxuyam. Su və son yay ayı. Pəs ab yay ayının deyir sonrası son ayının da adıdır. Aba, əş və hərfi təəccüb. Abad və abadan, şən və mə'mur və afərin. Axərin, üz üstə. Abad və abadan şən. Mən bunu birinci dəfə şən deyirlər, şənlik olsun. Mən deyirdim ki, yəni ayına abadanlıq olsun əslində. Düzdür, indi şadlığa işlənir, amma abadanlıq mənası neymiş? Abista Səhaif İbrahim. Abi püşt, şəhvət. Abi xast. Edəyər cəzirə. Ab xast. Ədəyir, yəni cəzirə. Ada yer. Ada yer, yəni cəzirə. Abtabə, cücüm. Biz cücüm deyirik indi Təbrizdə. Cücüm. Abcu, xorəndə. Xorəndə, bu məsələn Türkçədir ya zahirən. Çünki Türkçəsini yazıbdır. Abxanə, qədəmgah. Abdan, gül və suyai və qavuq. Abdan, görürsünüz, mənim Türkçəm zəif olduğu üçün bunları oxuya bilmirəm. Gedək o birisi səhifələrə. Abilə-i çeşm, gözdə olan it dərər kimi. Dərsi ki, gözdə abilə-i çeşm, gözdə olan it dərsini, dərsi ki. İt dirsək. Hə, biz deyirik it dirsəyi çıxıb gözə. Dirsək deyirik, dirsək. Yazıb dərsək. Mən bunu nə cür oxuyacağam, onu. Abuyan, peşman. Abi, iyi və ürək. Arıq. Arıq olar ehtimalən. Yəni, mənim bunları atəş, od. Ateşdən ocaq. Ateşcav, küskü. Ateşcədə evdə tapanlar kilisası. Ya oda tapanlar kilisası. Ateşgərd, od yanan yer. Tamam. Mən biraz bunları oxumaqda, bilirsiniz, lüğətdə əlim olmadığı üçün alu, tağ əriki. Alunə, ərik. Alğunə, öyrətlər qızılcəsi. Bilmirdim bu nə mənadır. Alunə, alğunə. Öyrətlər, xanımlar qızılcəsi. Alanə,
alanə tağan yüvəsi. Açız yastıq acı. Yastıq acı. Akiz. Aləh düşüncəl. Aləh düşüncəl. Düşüncəl. Amac nişan. Amas və amah şoş. Yaş beləsi yazıb. Yəni şiş olacaqdı. Amasdan anladım ki, bu şiş yazır. Yoxsa mən amani evdə olan qab-qacaq. Amani evdə olan qab-qacaq. Amürzgar yırılğaycı. Acaba bu yırıdır yoxsa yudur? Yulğaycı ya yırılğaycı? Yu mənə rahat gəlir deməsi yulğaycı. Amma yırılğaycı biraz zor gəlir. Yırılğaycı biraz zor gəlir. Yəni ağırdır. Bir ayrı səhifədən bir-iki kəlmə oxuyaq. Ənkar, safi ya sani, safi olacaqdır. Ənfəsət, ənəfsət, örümcək. Biz ənkəbut ki, indi deyirik farsıca ya toratan. Normalda toratan deyirik biz buna. Farsıca ənkəbut olubdur. O örümcək. Ətkan, beşdən keçən hikayət. Başdan olacaq bu da. Beşdən keçən, başdan keçən hikayət. Ənkarə. Ənkarə. Ənkübin, bal. Əncəbin ki deyilmişlər, biz bağlamış. Ənkiz, ya əngin, toxun. Tərxun. Əngiz, tərxun. Tərxun sözü pəs türkcədir gedib farscaya. Bunu da bilmirdim. Burada. Əngəcd. Qasin. Bilmirəm mən. Əngişt. Ənkeşt. Cövhər. Ya cömər. Əngüşt, bərmək. Bunun nöqtəsi də yoxdur, özümdən oxudum. Əngüştəri, yüzük. Əngüştanə, yüksək. Ənuşə, dövlətli. Calibdir, dövlətli. Əngür, üzüm. Əngəlbün, İncil-i İsa. Calibdir bu. Farscadır, necür bir ayrı dildir bu. Ürs, çınar ağacı. Ürmüz, ilk əvvəlkini və müştəri yıldızı. Ayın əvvəl günü və müştəri yıldızı. Gedək bir ayrı səhifədən görək ki, bir-iki dənə oxuyaq. Bəsi və sa, necə və çox. Pəs, son. Bəsak, ol tacdar ki, həcqədən düzərlər. Baş tapmıram nəminə. Çiçəkdən düzərlər. Yəni nəminə gen də baş tapmadım. Ol tacdar ki, çəkkədən düzərlər. Baş tapmadım, yenə demədim. Tamam, mənim lüğət dili əlim olmadığı üçün bu kitabı ilə burada qoyaq qalsın. Mən istəyirdim bir tarix görüm. Əvvəlində yoxdur, axirində görək bir tarix oxuya bilərik ya yox. Xətmi xeyrə son şərrini xeyrə yaz. Son şərrini anun kəramən katibin. Kim dua ilə əgər sə iş bu xəttün katibini, kim dua eyləsə olacaq bu, kim dua eyləsə əgərsə, kim dua ilə əgərsə
İşbu xəttün katibini o şeydi, şeirdi o. Xeyrə yazson şərrini anun kiramen katibin kimtu a ilə əgərsə işbu xəttin katibin تمت الكتاب اون الوهاب عند العبد الفقیر المحتاج الى ربه الكبیر Mahmud ibni yazan kimdir? Ehtimalen bunu yazan, yani nüsxəçi. Mahmud ibni nüsxəçini yazaq. Nüsxəçi Mahmud ibni Mahmud ibni Mustafa. Mahmud ibni Mustafa Mahmud ibni Mustafa Qəl'i Cəziri nə belə bir şey yazdı. Qəfərallah. Adı elə budur ha, yəni Qəl'i Cəziri belə adı bu olacaqdır. Çünki deyir ki, yəni mənə Qəfərallahu orasını oxuram. Məddəl Allah görsəmir. Qəfərallah o kəlmə görsəm ləhu və li valideyhi vəl cəmil mu'minə vəl mu'minat rahimullah kərəm nəzərə fihi və dua ilə katibihi fəqəd vəqə itmamihi. Aha, kitab vaxt qutarıbdır. 888 ya 988. Belə görünür ki, 988-də. Tarix yazının bitmə tarixi 988 Hicriyə qəməri. Yəni bu kitab neçə il bundan qabaq yazılıb, onu da burada da aşağıda ayrı bir xətt ilə təzəşdən yazılıb təmmətil kitab. Bunu da o Nəmənə ki yazıbdı, onu yazıbdı. Bəlkə də nüsxəçi yazıb. Çünki nüsxəçinin bu son xətti nüsxəçinin nüsxə yazanın adı daşıdığı üçün ehtimalən nüsxə bu tarixdə yazılıbdır. Öncəki yazılan o adı demişdi özü Rüstəm Əl-Muləvi. O bir ayrı tarixdə yazıbdır. 988-i burada hamma yaxşı oxuruq. Şəhri Mühərrəmi də oxuduq. İndi burada bir desək ki, bu 988-də yazılmış olsa, 988-də bundan çıxsaq, 1447-ni çıxsaq, bu kitab 459 il bundan qabaq yazılıbdır. 459 il öncə yazılmış. Əlbəttə bu nüsxə olur da, nüsxə yazılmış bu tarixdə. Mən bunu əlavə edeyim ki, nüsxə bu tarixdə yazılmış. Tamam. Bu kitaba beləsi baxdıq və bu qədər mənə yetər. Çünki mən lüğətdə əsla əlim yoxdur. Divan-ı Taciddin Həmdi, onun əlbəttə adını çevirim icazəsindən, bunun adını çevirək. Türkçe, Farsça və yadıma düşdü ki, şeyi çevirməmişəm, İngiliscə iləndir hələ. İngiliscə buradan bir daha. Farsca, Türkçe, Ərəbcə sözlük. Tamam, bunu yazdıq. Divan-ı Taciddini açdıq. Görək ki, bu Divan-ı Taciddin Əhməddə nə var? O ki, görürük, Divan-ı Taciddin Taciddin Əhməd rəhmətlik 815 Hicridə Allahın rəhmətinə gedib. Kitab qətlən bundan qabaq yazılmış olar, amma tarixi o cürsü qoyublar. Baxarıq, görürük ki, içində bir tarix tapa bilirik, yox. Kitabı biraz yekədir, bunu kiçildək ki, səhviyyə yerləşsin. Əvvəl kitabın öz
bir şeyinə baxaq, cildin əksini göstərmir. Amma burada cildin sağ tərəfdə baxanda cildi görürük ki, kitab kimidir. Yəni üz istəyirəm, çift kimi ağzı qatlananlardan olacaq. Çünki orada şeyi görürük. Kitabın o qatlanan yerini görürük. Amma cildin əksini əvvəldə qoymayıbdı, özün qoyubdu. Bu kitab Süleymaniyyə kitabxanasında saxlanır. Birinci səhifədə 1-2 dənə möhr görürük və bir dənə də imza ehtimalən görürük ki, 1082 deyə orada ehtimalən tarix ola bilər. İkinci səhifəsini açırıq kitabın, yəni orada cild ilə birinci səhifə idi, indi ikinci səhifəni açırıq. Burada bir dənə fəqət ad vardı, Məcidiyyə qismi, ehtimalən Muradmənd Məcidiyyə qismi, ehtimalən bu kitabın ya bir ayrı bir şeyin alveridir. Səhifəsini əlbəttə burada yazılır. Vərəqi 271 vərəq 17 sətir hər sətərə. Burada da yazıbdır ki 277. Məncə elə doğru olacaqdır. Yəni PDF əvvəldə bir neçə səhifə, bu 1, bu 2, bu 3. 3 səhifə PDF beləsi qoyubdur. Bu kitabın gözəlliyinə baxın. Bunun, amma təəssüflə su geçib bu kitabı xarab edib. Yəni bu sultanların adlarını yazmışmış burada. Çox gözəl. Yəni mən bunu qədim Quranlarda görmüşdüm. Divan-ı Əhmədini özü yazıbdı. Sətrin də yazıbdı ki, xətt-i nəsx sətr 19. Bunu burada oxuruq. Yəni birinci səhifə çox gözəl, yəni nəqqaşidir. Mən bunu vaqəən bir şey deyə bilmirəm. Burada sultanların adını bu 2 səhifədə yazmışmış. Çox gözəl nəqşənin içində möhrü də var, vəqfinaməsi də var. Bunu oxuyarıq. Amma heyf olsun, kitaba çox su geçibdi. Bu nəqşəni zail eləyibdi. O qədər ki, bu 102 nəqşənin rəngi geçibdi bu tərəfkinə və hər halda qatışıqlıq olubdu. Üçüncü və dördüncü səhifəyə baxanda burada da nəqşələr çox fərqli nəqşə. ehtimal verirəm ki, Bismillahirrahmanirrahim zat burada yazılıbdır. Çünki burada üstə yazılıb, amma bunlar Kufi yazıldığı üçün mən oxuya bilmirəm bunları. Bilirsiniz, Kufidə nəqqaşiyə çox yaxındır və nöqtə yoxdur, dəndanə yoxdur. Hərflər bir-birinə bənzir. Onun üçün onu oxumaq özü bir təxəssüsdür, məndə yoxdur. Onun üçün, amma bunun nəqşəsi məhşərdir. Yəni, o nəqşə ki, buna qoyublar, mən fikirəm bu bir nəfər otursa, yəni mən əgər ilməhsalanlara, fərşlərə bu nəqşələri qoysalar, vallah, bunlar yəni, taysız bir nəqşələrdir. Nə əcəb bunları ilməhsalanlar, nəqqaşlar götürüb şey eləməyiblər, bunları işlətməyiblər. 5-ci səhifədə də başda yenə ehtimalən Bismillahirrahmanirrahim zad olacaqdır. Aşağıda bir adı görürük, Tabəsərahını görürəm, qalanı su gəlibdir, aradan gedibdir. Heyf olsun, heyf olsun. Sonra bir qızılla ehtimalən buranı yazıblar. Çox gözəl, yəni nəqqaşlıq eləyiblər qızılla və abi ilə kitabın dövrəsinə çarçıvə çəkiblər. Şeirlərin, misrələrinin də dövrəsinə belə çarçıvə çəkiblər. Və əlbəttə bu tərəfdə misrələrin özünün dövrəsinə, hər beytin özünün 2 misrəyə bölüblər, 2 misrəyin özünü çarçıvələrə salıblar. Sonra hər misrəyin özünün dövrəsinə çarçıvə çəkiblər, çarçıvənin için qızılı rəhləyiblər, ya qızılı ilə rəhləyiblər, çox üzr istəyirəm. Və hər şeirin başında ki gəlir, onun adını da tazaşdan çarçıvəyə salıblar və qızılı ilə rəhləyiblər. Bəzi yerdə də görürük ki, yenə o başda bir kaşı deyək, məsələn, nə deyim, bax, mən bunların adını bilmirəm ki, hünərdə o qədər savadsızam hər şeydə ki, kaşı kimi qoyublar, onu rəhləyiblər, gözəl bir şey, məhşər bir kitabdır, amma heyif olsun, su gəlibdir. Hətta bu səhifəyə ki, indi yetişdik necə 20, PDF-də 21-ci səhifəyə, burada getdikcə azalır, amma ora şeydir, burada indi yap azaldı. Bu səhifədə aşağıda çox görünür, ortada da biraz var, amma çox görünmür. Şeir, amma xətti nə gözəl demişdi, xətti gözəldir. Vaqən xətt gözəldir. Kitabı deyir ki, 277 səhifədir, amma bunun çarpacı yox ki, bunu mən indi yazım, bu birinci. İndi burada yazaq 2,
kitab, ikinci kitabı adını yazaq. Divanı ad, Divanı Tacəddin Əhməd. Baxarıq özümüz görək buna bir şey, tarix tapa bildik ya yox. Neçə səhifədir? Səhifə sayı 277 səhifədə qoyulubdur. Bunu gərək 2-yə ən azından çarpaq ki, bu gəlsin. Amma bunun əvvəlində, axırında biraz şey var. Kitabı mən sürətlə vərəqlirəm, görək. Bəzilərinin başında çox gözəl bir nəqqaşi çəkilibdir. Bilmirəm ki, bunun adı nədir? O çəkilib çox gözəl. Bəzi vaxt hövsələləri olanda çəkiblər bəzi yerlərə. Nədən isə ehtimal verirəm ki, bunun bir məntiqi rabitəsi olmalıdır. Çünki bəzi yerdə tez-tez çəkiblər. Məsələn, burada bir vaxt çəkiblər. Yəni, əlan neçə səfərdə getmişik, bu hələ görməmişik ki, o kaşiləri çəkələr. Təəssüflə, burada da yağ tökülübdür, ət yiyirmiş, yağ damcılayıbdır, düşüb kitabın üstünə. Adam kitabı o qədər sevirmiş ki, yemək yiyəndə də kitabı oxuya yiyirmiş. Gözəl. İnsanlar ona görə şey olurmuş da, kitab bilirsiniz nə baxıymış. Yəni, məsələn, bu kitabın yazması bir il, deyək bunun bu xəttinlə ki adam yazırmış, əl yazması bu xəttinəndir. Bunu məsələn çəksin bir il bu kitabı yazmağa, 400 səhifədən çoxdur, 500 səhifədir. 500 səhifədən də çoxdur. Bu 500 səhifəni bir ilə yazsın. Bu bir ilə yazsın, 6 aya yazsın. 6 ay, məsələn, indinin hüququ ilə bir dənə mütəxəssis indi hesablasaq, məsələn, Türkiyədə hesablayaq da, İranda insanlara hüquq vermirlər ki. Türkiyədə hüququ çıxarsaq, ən əskəri ücrətdə beləsi yazaq. Əskəri ücrət Türkiyədə nə qədərdir? Əskəri ücrət Türkiyədə nə qədərdir? Həqdəqəlli dəstumuzdur xalisi əskəri ücrətlər Türkiyə bərای 2026 miladi 27% yuxarı getməklə keçən ilə görə 28.075 lir oldu. Yəni 28.075 liri 6-ya çalın, mən bunu çalım. 28.075. Bunu ən azından 6-ya çalıram ki, 6 ayda zəhmət çəkib bunu yazıbdır. 168.450 lirə gərək verə bir kitab alar. Kitabın, indi bunu soruşaq ki, bir dənə, məsələn, elə bu kitabı deyək. Divanı Tacəddin Əhməd Türkiyədə qiyməti neçədir? Görək ki, əcəba bunu bizə Divan-ı Möcüz Şəbisləri 98 səhifə. Divan-ı Hacı Əhməd Türkiyə. Bunu beləsi yazaq. Hac Əhməd Taciddin divanı kaç liradır? Görək belə bir şey gətirir. Hacı Əhməd Taceddin divanı kaç? Yüzlər boyunca yüksüldü filan. Hər halda indi bunun qiymətini bir dənə kitab, yəni istirdim bir kitab nümunəsini gətirəm. Nə idi o? Süleymaniyə Kütüphanəsi. Süleymaniyə
kütüphanesi. Görək ki, bu Süleymaniye kütüphanesi burada var idi. Yəni kitabları satırdılar. İndiki ilə onu fəqət istəyirəm ki, ilk kitablar, projelər, qaleri, hizmətlər bir yerdə satış var idi. Satış. İndi bu kitabları satırlar. Görək ki, məsələn burada bir kitabın indi qiyməti necədir? Biz nə qədər kitab oxuruq, keçmişdə nə qədər idi və onlar nə qədər kitab oxurdular. Yəni əl yazma kitabın bu qiymətlərinə. Məsələn burada bu nə mənədir? Dəsturul Vüzəra. Bu bir kitabdır. Əgər eləyə bilsək bu nə mənədir? Katibül Məşari vəl Mutarehat. Amasya'dan İstanbul'a Şeyhi Hamdullah yazma əsər. Tamam, bu deyək bu kitabda, məsələn bu şeir kitabı 800 lirədir bu indi. Yəni diqqət buyurun ki, bunun pulu ilə 145.000 ilə 800 lirə nə qədər fərqi var. Yəni 2025 tarixinə buna qiymət vurublar. Neçə səhifəsində ehtimalən yazıblar, yox yazmayıblar, neçə səhifəsi var. Amma burada görürük də, yəni bunun indi biz istəyək, məsələn bu 145.000-dən görək neçə kitab almaq olar. Bunu 800-ə bölsək, gəlir o kitabları iki almaq olar. 210 cild kitab, 211 cild kitab almaq olar. Yəni indi. Amma o zaman indi biz bu kitabı neçə nəfər ala bilər 800 lirəyə? Normalda çox alan olmaz. Amma o zaman insanlar bunu nə edirdilər? Pul verib oxuyurdular. O indi kitab da çox gözəl yazılıb. Yəni ona görə də bu gözəl yazılırdı. Dediyim kimi çox da gözəl nəqqaşiləri vardı. Mən bunu görürəm, amma məsələn çox diqqətli belə alıb, yəni burada bir səfə boş qalıbdı. Götürüblər orada imza kimi vurublar ki, yəni bu boş qalıbdı, boş qalmasın. 3 dənə imza kimi oranı doldurublar. Bəzi yerdə də bu abı rəngidə ya mavi rəngidə əlavə eləyiblər yazıya. O da taza bir şeydir ki, qızılların buradan ki altın rənginə ya altınla yazılırdı. Buradan bu üzədə onu görsəniz ki, bura mavi də əlavə oldu. Çox da gözəl mavidir. İnsafən o şeylə yazılan, qızılla ya altınla yazılan bəzi yerdə işıq düşür ya işıq düşübdür, yaxşı əks salanda yaxşı görsənməyibdir, amma burada indi görsənir. Hər halda bu kitab bir gözəl divandır. Mən buradan bunun kitabda özü cüt səhifə qoyur, yəni yazır. 233-cü səhifədə cüt gedir da. Ona görə səhifəsinin əslisini buradan yazacağam ki, neçə səhifə olur. Bundan biraz oxuyacağam hər halda. Kitabın sonuna gəldik, dediyim kimi gözəl bir cildi var, dövrəsi, haşiyəsi, qıraqları sürməyidir, ortası və içində haşiyələri var. Onlar da qızıl rəngi iləndir, ya qızılınandır. Ortası tox qırmızı, içində qızılınan bir gözəl bir nəqqaşi deyim, mən nəqşə deyim, nəqqaşi deməyim, bir nəqşə deyim. Və kitab da çift modelidir, yəni ağzı gəlir, bağlanır kitabın üstünə. Kitab çox cırılıb, bəllidir, çox işlənibdir. Bunun dövrəsi çox işlənibdir. Bunun bir-iki səfə qeydim dalıya görün, bunun tarixi varmı, yoxmu? Yazıb ki, 271 vərəq. Biz əvvəldə bunun səfəsini görək, 274 eləyəcək, bu 274. Mən bunu 74 eləyim ki, 2'ye olsun. Bunu da bölüm 274'ü çarpsaq 2'ye 548 səhifəlik bir kitabla
548 səhifəlik bir kitabla qarşıya çıxır, qarşı-qarşı olur bu divanla. İçində də çox gözəl şeylər var. Amma bunun son səhifəsində bir tarix var. Tarixin özündə, yəni bu axirdə kitabı şey eləyəcək, həttəmən tarix olacaq. Yəni mən deyim tarix var deməyim, çünki oxumamışam, bilmirəm ki tarixdir ya yox. Amma bunu bir kaşi deyək, kaşikarlıq eləyib dövrəsinə və kitabın ortasında yazıb ki, kətəbəhu və rəttəbəhu ehtimalən. Çünki qızılı yazılıbdır, qızılla yazılıbdır ya da altınla yazıldığı üçün bunu əks salanda kameradan flash düşüb üstünə nur qeydibdə oxunmur yaxçı. Kətəbəhu və zəhhəbəhu, yəni qızılla, qızıllaşdırıb, qızıl qoyublar buna da, qızılla yazıblar. Kətəbəhu və zəhhəbəhu lə'abduz zəif, bunu yazan şair deyil. Bunu yazan bir ayrı adamdır. Ona görə də bunu ayırıb dəstən, tamam nəxşələrdən fərqli bir kaşikarlığın içində, kaşi işlərin içində şey eləyibdir. Kətəbəhu və zəhhəbəhu əl-abduz zəifun nəhifun muhtac ilə rabbihid lətif hamidən lillahi və müsəlliyən ələ-nəbiyyihi Əhməd ibn Hacı Məhmud Əl-Əksərayi. Bundan qabaqcan bu Aksaraylıdan bir kitabda görmüşdük. Nüsxəçi kimdir? Nüsxəçi və müzəhhib, təzhibkar. Müzəhhib Əhməd ibn Hacı Məhmud Əl-Əksərayi. Aksaray da, Aksaray ki bu günləri də Aksarayi Qəfərallahu ləhuma vəl cəmaətil musliminə əcməin və qəd fərəğə min kitabihi. Tarix yevməl xəmis fil xamisi şəhri şəvval. Cuma günü, cuma axşamı. Xəmis cuma axşamı fil xamisi Şəvval ayının 5-ci günü cuma axşamına düşüb özü də. Əl-Mübarək əzzi əzəməllahu qədrəhu ya əzzəməllahu qədrəhu fi ami hanki amidə. Amin. İndi əgər bunu da oxuya bilsək, Allah eləyə ki bitəs'inə amin ləhu ehtimalən bitis'inə və səmanə mi'ati bihicriyə. Mən hicriyə oxuyam, bihicriyə oxudum bunu. Yəni fi amin. Burada ləhu oxuram, amma ola bilər bu ləhu olmasın. Çünki nəyə görə ləhu? Bəlkə bu bir ədədin şeyidir yazıb orada. Ərbəin də ola bilər. Ərbəinə və səmaniə mi'ə. Bəli, ərbəindir. Onu ərbəin oxuyacağam, ləhu oxumayacağam. Ərbəinə və səmanə mi'ə. Mən səmanə oxuram bunu, bəlkə də qələt oxuram, amma bu cüz oxuram. Ərbəin olar 40, səmanə olar, əgər iştibah eləməsəm 90, mi'ə də ki 100-dir, yəni üzr istəyirəm, 940 olar beləsi olanda, amma görək ki bu tarix yazım burada bir dana əvvəl, sonra bunu yazım ərəbcə, ərbəinə və səmanə mi'ə. Mən bunu verim bu şeyə, görüm ki nə deyir. Ərbəinə və səmanətə və mi'ətə. Mi'ə. Görək bunu nə yazır? Ərbəinə və səmanə və mən یک ədəd tərkibi qədimi. Mi'ə 100, səmanə 80. Ərbəin 40. 840-da. Tarix 840 Hicri qəməridə
bunu yazıbdı. Tamam. İndi bu kitab ha zaman yazılmış olar. Bunu da burada hesablayaq. Deyək ki 1447-dən çıxsaq 840-ı gələr 607 il öncə 607 il öncə nüsxə yazılmış. Nüsxə yazılmış. Niyə yazdıq nüsxə? Çünki dedi, mən bunu yazıb və təzhib eləmişəm. Yəni nəqqaşilərin çəkibdir. O təzhibkar deyirlər. Hə, bu nəqqaşilərə təzhib deyirlər. Mən bunu yadımda saxlayayım, bundan bizə onu deyim. Təzhib deyirlər buna. Bu təzhibləri çəkmək. Təzhib özdə yəni qızıldan işləmək. Onu bu adam kitab bundan qədim yazılmış olar. İndi bunu da yenə buradan axtaraq görək ki, kitabın yazanı kimidir? Taceddin Əhməd. Taceddin Əhməd divanı hansı tarixdə yazılmış? Burada da yazılmışı yazdıq, amma burada hangi tarixdə? Hicri, Qəməri. Tamam, görək bunu bizə nə deyir? Əcəba bu Taceddin qələt yazmışam, Taceddin yazmışam. Taceddin Əhməd din divanı. Beləsi Taceddin Əhmədin divanı yazaq görək nə dedi? چون نام تاج‌الدین احمد بیش از یک شاعر ادیب در منطقه اسلامی ترک شناخته شده می شود و هر کدام دیوان و تاریخ متفاوت در برای اینکه تاج‌الدین احمد Anatoli Osmanlı احتمالاً قرن 8-9 هجری Osmanlı Taceddin Əhməd در حوزه فارسی خراسانی یا Cığatay. İndi bu hansısıdır? Onu düz də deyir. Mən onu da bilmədim. Oxusaq bilinər. Görək. İndi qeydaq əvvəldən bu kitabın özündən görək bir şeiri tapa bildik bundan. Kitabın əvvəlinə su çox keçibdi, heyif olsun. Bu gözəlliklər aradan gedib. Xəzanətə sultanil əzəm vəl xaqanil müəzzəm olacaq ehtimalən. Bu niyə kəldirəm, amma niyə mən bunu keçətmək istəmirdim, əslində istirdim. Vəl xaqanil müəzzəm ər-riqab əl əhmərli عجب عربی و العجم orasını oxuyuram. Basitil əmri Məlikil nəmini Əl-ədli vəl-ihsan. Tamam, orada bir şey yoxdur. Basiril qəzati oxumur Əl-Mu'teddi Əs-Sultan ibn Sultan. Yox, su tökülüb oxunmur. Murad ibni Məhəmməd xan. Murad ibni Məhəmməd xan. Hələ beləsi bu həddə görək ki, belə bir ad varmı ya yoxmu, onu bir çək eləyək. Sultan Murad ibni Məhəmməd Sultan Məhəmməd xan. Bu sultanını da yazaq burada. Sultan Məhəmməd xan. Əcəba belə bir adam varmı, yoxmu? Görək ki, buna görə bizə Sultan Murad ibni Sultan Məhəmməd xan məqsud به طور دقیق Sultan Murad دوم Osmani ikinci Murad. Murad Xan ibni Sultan Məhəmməd Çələbi. İttilaat tarixi Behicri. Təvəllüd. Aha. İndi bunun üst-üstə çünki kitabı buna töhfə eləyibdi. İndi bunun üstündə də əlbəttə şey yazılıbdı, onda baxarıq. Çağ yazsaq. Sultan Murad ibni Sultan Məhəmməd xan çağında. Sultan Murad ha vaxtda olubdu. Murad 2. Murad
İkinci Murad. İkinci Murad 806 6-da doğulub 855-də fot eləyibdir. Doğum, ölüm. İndi bu yazıq, Allah rəhmət eləsin, 2 dəfə şahlığa çıxıbdı. Hərəsi də 1 il. Bunu qabaqca oxumuşduq. Yox, 1 il deyil. Bir dəfə barı əvvəl 824-də çıxıbdı 48-əcən. Bir də 48-də işdən götürüblər. 48-dən ta 55-əcən ki ölübdü, qalıbdı, genel şah olubdu. Vəsətdə bir neçə ay şahlıqdan çıxıbdı. Bunun tarixi bəllidir. Səltənət dövrü. Səltənət dövrü. Deyək ki 824-dən 824 ilə 855-ci illər arası. Şahlıq eləyibdir. yazıb تصویب کننده اقتدار عثمانی پس از دوره فترت پیروز نبردهای مهم با مجارها و صلیبیان از جمله وارنا. در منابع عثمانی معمولا با این عناوین: مراد ابن محمد هان، سلطان مرادهانی ابن Sultan Muradhani Sani. Tamam. Elə bu qədər bizi görər. Bu zaman yazılıb. Yəni, əgər bunun, dedi, bu kitab mühəzzəb olması 840-da olubdu. Bu da 850-də. Pəs elə özünün zamanında olubdu. Yəni, şahın zamanında olubdu. Elə özü yazandan sonra olubdu. Amma nüsxədir. Ola bilər ki, 1 il, 2 il, 3 il, 5 il, 10 il fərqi o yüz bu yüz olsun, amma bu nüsxə o zaman yazılıb. Divan-ı Əhmədi, indi, görək burada, bir dana da möhr vardı, o möhrə də bir baxaq. Görək ki, o möhrdə Elhamdülillahilləzi hədana lihada və ma kunna linəhdiyə lola ən hədanəllah. Sonra Osmanlının möhrüdür. Şey deyil bu. Ədədə vəqfidir, vəqfidir bu, vəqfi möhrüdür, amma Osmanlının möhrüdür. Yəni, Osmanlıda bir imza var, dövlət imzası var. O imza, məsələn, 3 dana bayraq fərz eləyin, bir də bir gəmi fərz eləyin, hərəkət edir. Aşağıda da o yeri fərz eləyin. Yəni, belə bir imza vardır, bunun üstündə yazılar yazılır, amma yazılar, bayraqlar görsənir və gəmi kimi belə gəlir, yel kimi belə gəlir, o cürsün. Vəqf, burada indi nöqtəsi yoxdur, oxuya bil, hərəkətsiz adı, hiss adı yoxdur, onun üçün hətta dəndanəsi də yoxdur, dişləri də yoxdur yazıların, onun üçün vəqfi ədəd-i səlatin və ərdəül mülüki vəl-xəvaqin əs-sultan ibn sultan əs-sultan Əbdülhəmid xan ibn sultan Əhməd xanil əvvəl. Əhməd xan, burada bir şey vardı, onu əvvəl oxudum, amma əvvəl deyil. La nəhali avsafə, su tökülüb, burası oxunmur. Əla ruusil məarifi əl-əqtari və iləyhil şərif nəmənə tərsimun əla dirhəm və dinar nəməni əd-dirhəm və dinar və la dai İləllahi əs-Seyyid Əli mühibbil mufşib oqafil hərəmin əş-şərifin. Tamam, bu da elə yəni hərəmin şərifin bunu yazıbdır, amma nöqtəsizdir. Aşağıda da bir onun möhrün vurubdur. O da Riza Əlisi oxunur, qalanını oxuya bilmirəm. Bunları kitabın əsli adamın əlində olsa, ışığı belə çevirsə o yüz bizə, hətta o adlar içi, yəni dedim, su tökülüb oxumur. Onları da bəlkə adam oxuya bilər, amma kitab əlində olsa onu çevirsə bu yüzdən o yüzə, o yüzdən bu yüzə, bəlkə eləyə bilər ki, onun işığını görə. Dedik, bu 2 səhifəni oxumaya, bunu təsib deyirlər. Bu təsibkarlığı, təsib ki, bunun üstündə işləyib, təsib işləri mən oxuya bilmirəm yazıların. Bir dana indi burada səhifəyə gəldik, bu PDF-də 6-cı səhifədə kitab başlanır, şeirlər başlanır.
Burada başda ki oxuya bilməyəcəyəm. Burada da tutur ki divani heyf. Burası oxunmur da. Yəni amma Mevlana Əhmədi yazıb bura. Allah Allah. Bunu kitab əldə olsa oxumaq olar. Divani Əl-Fusaha Mevlana Əhmədi. İndi burada bir yerdə dedi ki, mən bunu oxuya bilmirəm. Görək ki, bunu Mevlana Əhmədi versək oxuya bilər ya oxuya bilməz. Hardaydı o? Bunu eləyək Taceddin Mevlana. Mevlana görək ki, bunu gətirə bilir bir şey. Əcəba buna görə bir şey gətirə bilir ki, görək dəqiq. Bəlli oldu da bu Osmanlı dərbarında olandı. Yəni mənbə-i müşəxxəs tarixi برای مولانا تاجالدین احمدی ابن فلان تاجالدین احمدی ابن دیوانی چی؟ همانند سوال شما درباره تاریخ نوشتن اثرش تاریخ سال کتاب باشه در منابع مشهور مجله جهانی در دسترسی مستقیم نیافتم. نتایج جستجو فلان بهمان یک şəxsiyyət, ehtimalən این نام یک şəxsiyyət məhəlli bumi ya nefisində kəmtər yox bu cür deyil. Bu kamilən çox mühüm tanınmış bir insandır. Birinci sətrində burada, indi dedik birinci səfənin ki yazı başlayır, bir şeir başlayır. Amma bunu da qızılla təsvibkarlıq olubdur. Amma mən bunun da yenə əvvəl hər tərəfinə su getibdir. Amma çalışacağım birinci sətri ki kollən qızılla yazıldı, onu bəxşayəndə və bəxşayişgərin oxudum. Amma qalanını görəmirəm. Dərya durur dilü canü la ilahə illallah, tulu'udur ilk cahan la ilahə illallah. Eşit ki eder zerre zerre her mevcud, bir ile gökdə, yer ile gökdə əyan la ilahə illallah. Qulux içindeki şəm eder və bəsər dəğnur. Buradan geçək. Bunu oxuya bilmədim. Bu 1-2-3 səhifəni geçək. Bəlkə eləyə bilək ki bir mən əlbəttə istirdim görüm burada bəlkə bir tarix tapa bilirik. Və ləhu eyzən tabəsərahu fi mənə bir tevhid olacaqdır. Görək bunu oxuya bilsək əgər. Hamd sənə ya Reşur ey padişahi bi zeval. Kim qədimi ləm yezəlsin vəl kərimi la yezal. İzzətün fikrində qalmış əqli qünçə bigi təng. Binə təng şayədi belə. İzzətün fikrində qalmış əqli qünçə bin təng. Qüdrətin vəsfində olmuş ruhi lalə bin lal. Yerlə gök toludur səndən vəli bi ittisal. Ehtimalən bu orada yerlə gök orada da oxudum. Yerlə gök toludur səndən vəli bi ittisal. Qamı aləmdən bəri sənsən vəliyi bi infisal. Adəmun nəqşin yazdun bi dəvatu bi qələm. Adəmin nəqşin yazdun bi dəvatu bi qələm. İlləl aləmin vəz'in düzdün bi ədatu bi misal. Yer-i göğü düzüb etdün nur ilə zülmət əyan. Dünü gün nəzm edib rast qıldın mahusal. Əncümü ay göklərə verdün səfa. Əncümü ay gün ilə göklərə verdün səfa. Yerə heyvan و nəbat ilə bağışladın cəmal. Xarədən xurmayı bitirdün, xarədən yaqut و لعل. Qətrədən cövhər yərətdün, səxrədən abi zulal. Günəş əmrünlə sənin gəh zahir olar, gəh nəhan. Ay hökmündə sənin gəh bədr olur, gəh hilal.
nə xilal bulunur işində, nə hükmündə xəta, nə bəqanə var fənavu, nə kəmalunə زوال نه کمالونه زوال اول و آخر تو سنسین ظاهر و باطن دخی پس اراده غیر وار در دمک پس اراده وار غیر وار demek təsəvvürdür muhal çünki yox zatündə senin vəslu beynu keyfu hal çünki yox zatündə sənin vəslu beynu keyfu kəm pəs xəyal ola səni fəhm eyləmək vəhmu xəyal pəs xəyal ola səni fəhm eyləmək vəhmu xiyal əmrin ilə hər tərəf qılır güzər badi cənub əmrin ilə hər tərəf qılır güzər badi cünub hökmün ilə hər nəfəs olur rəvan peyki şimal sanki sana layiqdir ibadət kimsənin durur yəqin xəlq و əmrü lütf و qəhr و qüdrət و izz و cəlal əql و nəfs olmuş sənin fərmanının altında muti ünsü cin etmiş misalün mücibinə imtisal kökdə yerdə zərrə zərrə qafidən qafə dəgin birlügünə qamı şahid durur varlığına dal birlügünə qamı şahid durur varlığına dal dal sözünün dəllə və dal onun şeirisidir. Şeirdə bu cüzü yazılıb. Dal yəni dəllə və dəlalətdir. Necə vəsfində olmasın heyran nüfus ilə uqul ki ol havada əqli küll oli durur bi pərrubal lütfünün bəhrindən olar qullərin göqlinə feyz lütfünün bəhrindən olur qullərin köqlünə feyzu qəbzu bəstu səhvu sükru fikru zikru cəddu hal qamu bilərsin lakin qamusindən bixəbər qamu dedik ki hər şeydir qamu bilərsin lakin qamusindən bixəbər an üçün də oxumur orada anın üçün şərh edəməz vəsfini nütqü məqal aqil و معقول و عقل و عاشق و معشوق عشق çox gözəl düzübdür aqil و معقول و عقل و عاشق و معشوق عشق cümlə sənsin pəs nəradən gəldi bunca qil qal bir əql desən sən o əql ki çalışır bir şeyi anlasın o da sənsən aqil desən sən yəni o adam ki fikirləşir əql sahibidir o da sənsən aşiq da sənsən məşuq da sənsən eşq da sənsən baxın bu çox gözəl yəni aqil و معقول و عقل bənzədir eşqə eşq bir şeydir məsələn fərz edək mən aşiqəm mənə deyirlər aşiq o şey ki mənim içimdə var ona eşq deyirlər o şey ki mən sevirəm ona məşuq deyirlər deyir ki bunların üçü birdir ayrı deyil bir-birindən çox cəlib sözdür Allahı da bu cür əql o məqul o aqil məsələn mən deyək ki aqiləm deyək belə fərz edək ki aqiləm bəlkə divaniyəm bilmirəm fərz edək aqiləm o şey ki məndə var əqli deyilir o da əqlidir o şey ki mən aqil fikirləşirəm əqlimlə ki onu tapam o da məquldur yəni o əqlin içində fırlanır onu tapsın o deyir üçü bir şeydir
Gördünüz ki məndə bir oldu. Yəni aql və məqul və aqil üçü bir olur. Allah'a deyir ki bu şeydir. Aqil və məqul və aql və aşiq və məşuq və eşq cümlə sənsin. Pəs nəradən gəldi bunca qilqal. Deyir bunların hamısı sən olandan sonra bir belə qilqal yazmaq və danışmaq ki varsan, yoxsan, birsən, ikisən, yüzsən, minsən deyir bu hardan gəldi. Sənsən İbrahimə verən əzm o İsmailə səbir. Səbr yazıbdır. Sənsən İbrahimə verən əzmü İsmailə səbr. Həm verən Yəqubə hüznü Yusufə hüsnü cəmal. Sənəti ihyay sənsin İsiyə təlim edən. Bu əhya gərək olsun. İhya yazıb yəni diriltmək. Sənəti ihyayı sənsən İsiyə təlim edən. Musiyə sənsən qilən Fir'oni mülkün paymal. Əhmədi Muxtarə sənsən qüvvətü nüsrət verən. Din و şər'u əsl fər'u dürlü xoş xisal. Cümlə səndəndir hüviyyət dax nəsne-i var din. Cümlə səndəndir hüviyyət dax nəsne var din. Deyən, nəsnə var deyən, üzr istəyirəm, qələt oxudum. Cümlə səndəndir hüviyyət dax nəsnə var deyən. Səndən artıq sözləri batildir anın la mahal. Şeirin davamı var, oxuyuram bu şeiri. Çün dedin, nəhnu qəsəmna eyni hikmət oldu bəs. Oldu bəs. Bun dərviş edibən verdügün anə mülkümal. Qismət etdün hər kişiyə ani kəm layiq durur. Qismət etdün hər kişiyə ani kəm layiq durur. Ani kim layiq durur? Hər kəs ki layiqdir. Əlbəttə diqqət edeyim. İndi mən burada diqqət elədim. Buradan diqqət eləməmişdim. Kitabın gözəlliyində məhv olmuşdum. Diqqət eləməmişdim. Bu kitab tamam sözlərin, hərflərin üstündə səsin qoyubdur. Yəni o şey ki ərəbcə deyirlər e'rab qoyulubdur. Ə, e, ö, a, u, i, sakin, təşdid, hamısını qoyubdur bunları. Çox gözəldir. Qismət etdin hər kişiyə an kim layiq durur. Kırkıya ömrü ətləs zeydünü ola keydün şal. Bunu baş tapmadım. Kərkiya ömrü ətləsu əmr. Kərkiya əmrü ətləsu zeydün ola keydin şal. Xəlq və əmru mülkü sinindir qəmu pəs kimsəyə. İşünə çünü tərə deməkliğa yoxdur məhal. İşünə çünü tərə deməkliğa yoxdur məcal. Əhmədinin ey kərimi etkil günahın cümlə əf. Əhmədi özüdür. Özünün adını. Əhmədinin ey kərim etkil günahın cümlə əf. Kimsən əhli məğfərət kim? Sən əhli məğfərətsən bişəkü əhli nəval. Nəval mülk sahibi, verən, bağışlayan. Sən ol uftadəyə iki cəhanda dəstigir. Sən ol nə gözəl işlədibdir. Ol sözü həm o, həm də ol, yəni var ol, hazır ol. Nə tür deyim? Ol, yəni vücud, olmaq, yəni oluş, vücud, olmaq, vücuda gəlmək. Ol, yəni hazır ol, var ol, var ol. Sən ol o uftadəyə iki cəhanda, o da burada nədir? Ol, o da. Ol, o. O ikinci la, düzdür ki yazılır, oxunur da, amma o u yerinədir. Farsca u ki deyirlər, o deyil. Sən ol
ol افتاده iki cahanda dəstgir, çünki sənsin qamı xəlqə ey haqq amalu məal. Hər günahi ki etdi, çünkim sən qədər ladün ana. Bunu başlatmadım nədir? Hər günahi ki etdi, çünkim sən qədər ladün ana, çünki qədərladün. Sən o günahları qədərləmisən. Bu qədriyyədir bu adam. Hər günahi ki etdin, çünki sən qədərladün ana, səhli dörd pəs an ol gün ki, edəsən sən andan sual. Səhli dörd sən ana, bəs ana, anə, ol gün ki, edəsən andan sual. Deyir, pəs indi ki sən qədər eləmirsən ki, insan günah eləsin, burada bir əcib söz deyir ha. Deyir ki, hətta günah da qədridir, yəni yazılıbdır, alnımızda yazılıb o günah. Deyir, o gün ki gələcəksən sual soruşursan da, onu nəyə soruşursan, onu sən özün qədri qoymuşsan da, günah eləsin. Nə sənə taətdən issi var, nə üsyandan zərəl. İsti əlifi ilə yazıbdır, yəni isti. O şey ki farsda deyirlər gərma. Nə sənə taətdən isti var, nə sənə taət eləsək, namaz, oruç qılsaq ya dediklərə qulaq assaq, sənə bir istisi gəlir, xeyri yəni. Nə sənə taətdən isti var, nə üsyandan ziyan. Nə də ki bizim sənin əleyhivə qalxaq, Allah yoxdur deyək məsələ. Ziyan deyir eləməsi. Gərqəmu əhli hidayət ola, yaxud cümlə zəlal. Deyir ki, ya da ki, hamı insanlar əhli hidayət olalar, ya sənin sözünə baxalar, ya da ki, zəlal, sənə zərər gəlməz ki. Zəfimi görüb bana, sən mərhəmət et ey rəhim. Zəfimi görüb bana, sən rəhmət et ey rəhim. Kim əzabunə idaməz sənün ahən ehtimal. Bəlligün bəndədən azad elənil, sən bin kim? Bəlligün bəndədən azad eyləkil, sən bin kim? Bu təəllüq pərdəsi yölmədə olmuşdur o bal. Tamam, bir dana uzun şeirin bu mərhumun oxuduq. Mən istədim, mütəəssifanə bunun şeirləri bir cürdür ki, tarixini tapa bilməyəcək. Bu şeiri gəldik, o birisini oxuyaq, bəlkə burada bir şeirdə bir, əlbəttə burada Həzrəti Məhəmməd haqqında yazıbdır, görürəm bunu, amma istəyirdim görüm burada bəlkə bir şeir yazar ki, orada eləyə bildik. Qafiyi əliflə burada yazıbdır, amma bir istəyirəm görüm bir tarix burada tapa bilirəm. Yəni oxumasaq tapa bilməyəcəyik. Mənim də yavaş-yavaş getmağıma gəlir. Çox gözəl kitabdır. Həzrəti Nəbi əleyhissalam gedim görüm bir yerdə bu kitab yazdıqları başlıqlarına izinləhu fi məthi Əmir Səlman Nəməni Qəssallah mərqədə, nəməni Qəddəsallah mərqədəhu, nəmənədir belə bir şeydir, amma bu kimdir? Bəlkə bu Əmir Səlman kimdir? Yəni bəlkə bu tarixi, yazdığı tarixi deyirəm, biz göz dolandırım görüm ki, bu Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin haqqındadır. Şəms və Zuha deyə gəlir.
Baxıram görüm bəlkə bir tarixi görə bilsəm bu cüsü sürətlə baxıram o şey ki ona deyirlər ki nə sürətlə oxumaqda, hızlı oxumaq, amma mən onu da başarmadığım üçün elə əslində mən onu işlətmişəm ömür boyu, amma Tavbəsirah. Yox, oxumadığım üçün burada adların da, başlıqlarını da oxuya bilmirəm. Ona görə bir şey görəmirəm. Gedim 50-ci səhifədən hər nə mənədir. 50-ci səhifədən tamam, 60-a gəldi. 60-a qeydə, bunlar qəsidədirlər. Gedək qəsidəyə, 60-dakı qəsidəyə baxaq. Əcəb, qılıcla başlayır özü də. Yəni şeirin o baxıram, görürəm ki, pəs qılınc, Tamam, qeydək burada, əvvəldə bu şeiri oxuyaq, qılıçlarından da biraz oxuyaq, qalanını oxumarıq. Qəsidə fi bəhs seyfi vəl qələm. Qılıncla qələm savaşırlar, da bəhs edirlər. Görək nə mənə? Çün dəmir ilə qəmişi qıldı xaliq aşkar, dəmir ilə, dəmir həman. Çün dəmir ilə qəmişi, qəmiş də bilirsin ney? Türkçəsi qəmişdir. Çün dəmir ilə qəmişi qıldı xaliq aşkar, etdi qılıcla qələm çox dürlü bəhsu karzar. Deyir ki, dəmir ilə qəmiş ki ortaya çıxdı, bunları insan çevirdi, bunları qılınca və qələmə. Amma etdi qılıcla qələm, indi ki bunlar oldular, qılıncla qələm çox dürlü bəhsu karzar elədilər. Dedi əvvəl fəxr edibən qılıc kim olbənəm. Kim bənim üçün dedi inzəlnəl hədidə o ki ciyar. Niyə? Ki Allah deyib Quranda ki İnna ənzəlnəl hədid. Bunu ənzəlnəl hədidi neynir? Deyir ki Allah mənə deyibdir, mən buna görə əvvəlin fəxr eləməli mənəm, çünki qılıc deyir bunu. Eylə verdi pəs cavabın anın anda qələm. Qələm nə cavab verdi? Kim bəni mən üçün dedi nuni vəl qələm pərverdigar. Pəs nə üçün məni deyibdi ki nuni vəl qələm? And içib mənə hətta. Qılıc ana dedi kim? Benimlədir pasi milk. Pas zahirən türkçü qələm olacaqdır, türkçü yazı olacaq, amma mən bunu bir soruşum, bununla belə ki bilirik, AI-lar ya məsnu huşlar gedirlər o kitablarda ki yaygındır, onlardan sizə cavab axtarırlar, doğru cavab axtarmırlar və türk dünyasının lüğətşünaslığı, dilşünaslığı təəssüflə türklərdən qaynaqlı deyil, Avropalılardan, Məsihlərdən və Yəhudilərdən qaynaqlıdır. Onun üçün də bu mətnlərin çoxu yalandır. Yəni mən bunlara inanmıram. Amma bizə bir fikir verir yəni. Görək ki pas sözünün kökü nədir? Bu sözü olmayıbdır, yüzü olubdur. Bunu eləyək. Sözünün kökü nədir? Pas sözünün kökü, rişəsi və anlamları dilə görə fərqlidir. Qıssə və açıqla. Farsda kökü pasdan gəlir. Türküdə anlamları pars, vermək, dərtub, vərziş. Bu heçdir. Pas geçmək, pas olmaq, icazəli geçmək. Pas bürkü, yəni ist bazresi, pasban. Pasban, pan, bunlar deyir ki, şeydir. Yenə gedib pas bəməni zəngzədəci, pas bizdə var, Farsda yoxdur zəngzədəci. Deyir ki, Farsıdır kökü, amma ahən pas. Bizdə işlənir, onlarda işlənmir. Biz dəmirə pas deyirik, paslanıbdır məsələn. Bir də deyir ki, Farsıdan gəlibdir, yəni bəs. Bu da deyir ki, bəs, ist. Pas, vam sözü. Tamam, bunlar ötürək. Qılınc ana dedi kim?
Bənimlədir pası milk. Mən mülkü, məmləkəti qılıcla saxlarlar. Pəs qələm dedi, bənim din qəsrin edən üstüvar. Mənlə də o qəsri, o mərkəzi, qəlbi, məmləkətin qəlbin saxlarlar. Dedi qılıc kim? Bənim sultanlara ol kəmər. Pəs qələm dedi, bənim sultanlar əlində səvar. O deyib ki, mən qələmi bağlarlar, qılıncı bağlarlar kəmərə, sultanların kəmərindəyəm. Bu da deyir ki, mən sultanların əlinə minərəm. Dedi qılıc, yeryüzü benimle olar lalecun, qan tökərəm. Pəs qələm dedi, benimlədir cəhan nəqş-ü nigar, mənlə də nəqş çəkərlər. Pəs qələm dedi, benimlə eydər əkabir ululuq. Pəs qələm dedi, benimlə edər əfazil iftixar. Pəs qılıc dedi, benim kim fəth edarım məmləkət. Pəs qələm dedi, məmaliş bəndən olmuşdur qərar. Pəs qılıc dedi, benim küffar edən paymal. Pəs qələm dedi, benim müminləri edən paydar. Tamam, davam edir bu bəhsi. Qələm çox cəlib bəhsdir. Məncə bunu oxumalıyıq ki, görək düşüncə, əslində bu düşüncəsini danışır. Qələm ilə qılıncı qoyub bir-birinin qabağına deyir ki, hangisi güclüdür. Bunların gücünü danışdırır. Təbii ki, mənim nəzərimə qılıc güclüdür. Çünki qılıc qələmi yontar və qələmi istədiyi vəzə gətirər. Qələm sahibində. Yəni, zor həmişə ağla güclü gələr. Ağıllıya güclü gələr. Zorlu ağıllıya güclü gələr. Ağıllını əlini zorun altına alarlar. Bu bir qanun qayda. Gedək 100-cü səhifədə görək ki, 112-yə gəldi. Görək ki, nə var? Burada bu birisi səhifənin, soldakı səhifədən bir şeir başlanır. Nəzər əhli gəl ol yarın yezi nəqşinin alın gör. Tamam, oxuya bilmədim. Nəzər əhli gəl ol yarın yüzü olacaqdı. Yüzü nəqşinin alın gör. Ey əhli nəzər, düşüncə, gəl yarın üzündəki nəqşin alnın gör. Bir də beləsi gəlir, nəzərimə gəldi. Nə canları qılır məftun, ala gözlər alan gör. Bu yarın üzü nə canları məftun elir, ala gözləri ilə alın gör. Gögül dilər qərar ələ, onun zülfü səvadində. Görür dilər qərar ala, onun zülfü qara zülfündə. Səvadində, yəni qərəsində. Onun zülfünün qaralığında göylüm istər ki, orada uzana yata. Bu sevdayı pərişanda nədir bicarə halın gör. Yüzün mahiyyətin sorma, ana kim əql erişməz. Yüzün mahiyyətin sorma, nəmə nədir, üz demək nədir? Ana kim əql erişməz, necə şölə erişmişdir, küna nuri cəmalın gör. Necə şölə erişmişdir, küna nuri cəmalın gör. Küna nə deməkdir bilmədim, onu Coca kimi yazıbdır, Coca. Coca-Cola'nı yazırlar, o cürsə. Coca. Türkcə sözdür, amma anlamı nədir? Kukadir, kuka türkcədir və bəlkə Coca-Cola'nı da buradan götürüblər. Türk dillərində qədimdən işlənən bir sözdür. İslam anlamları istimala görə fərqlənir. Köka,
baba, əmu, böyük kişi. Burada böyük kişi olacaqdır. Bu anlam Azərbaycan, Anadolu və bəzi türk ləhcələrində var. Kukam gəldi, əmum, babacan gəldi. Kukacan xitab-ı mühtərəmanə bi mərdi müsün. Kaka olur da, burada ərəblər, kürtlər kaka deyə işlədirlər, şeylər, lorlar, bəlkə odur. Bu anlam qərabət və ehtiram ifadəsi edər. Kuka ağac no'u, bir no ağacdır. Onu da geçək. Kuka dost və yar anlamındadır. Xitab-ı səmimisi qardaş, daş. Bu anlamda. Qardaş, daş. O anlamdadır. Kökşinasi etimoloji. Etimolojisində kuka türki kühəndir. Ehtimalən bavacəhay xişvadi misli kökə, 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 kökə və küka mürtəbitdir. Məni əslisi böyraq, evin dayanacağı. Əmu, pedərcunə, mərdi buzurg, xitab-ı ehtiramamiz, təsbih. Bir də budur təsbih-i küka. Tamam. Bəlkə kök sözü kimi bir şeydir. Ləbinə, ləbinə can nədir dedi. Ləbinə can nədir dedi, göz anı oxlə urdi, vurdi. Bənün acı cavabün və cavabünü, anın şirin sualın gör. Xəyalın kərəm, xəyalın görəm diyu, xəyalın görəm diyu, xəyal etdiyi gözü uyxuda. Uyxuda yəni yuxuda. Xəyalın görəm diyu, xəyal etdiyi göz uyxuda. Bu tərdə əmən siyah bəxtün xəyalın gör. Bu tərdamən siyah bəxtünün xəyalın gör. İndi düz oldu. Bu tərdamən siyah bəxtünün xəyalın gör. Dilərsən ənbərin dam ilə müşkün danəyə düşmüş. Dilərsən ənbərin dam ilə müşkin danəyə düşmüş. Həzaran canı dil görmək, anın zülfü ilə xalın gör. Necadır Əhmədi tuba və məh, bəx qəddinə anın. Bəx yəni bax. Necadır Əhmədi tuba və məh, bəx qəddinə anın. Nədir kəvsər diyu sorma, dodağının zəlalın gör. Çox gözəl, çox gözəl. Gedək 150-ci səhifədən də bir şeir oxuyaq. 156-ya gəldik. Gedək İtaliyə görək, qıssa bir yazısı var, onu oxuyaq. Amma qıssa yazısı yoxdur. Tamam, gəldik burada bir 152-də bir qıssa, elə bir şeir olacaqdır. Qıssa şeiri yoxdur. 156-da 157-yə, PDF-in 157-sində bir dənə qıssası var. 2 dənə qıssası burada gördüm. Nüqab açdı yüzündən xoş liqa gül. Cəhani qıldı purnur səfa gül. Sərapərdə ürüb gülzar içində. Düzətdi bülbüli pərdə səra gül. Düzətdi, düzəltdi indi deyilir, amma düzətdi yazıb burada. Çox gözəl. Biz Azərbaycanda işlədiyimiz ləhcədə yazılıbdır. Yüzün rəngin gördülər riyahın. Yüzün rəngin gördülər rəyahin. Anın üçün oldu üç qərqi həya gül. Onun üçün oldu üç qərqi həya gül. Ayağı tozunun bir zərrəsi üçün, tamam, düzü beləsidir. Ayağı tözünün bir zərrəsi üçün səbaya verdi varlığın fəda gül. Dəmağı müşkülə tolu həvanın,
demağı müşk ilə dolu tolu havanın nitakim hüsnünlə qılır səna gül. Bu qurtardı. İkinci şeir. Əlbəttə Səba beynüm beni eşqdən ey yar. Səba beynüm beni eşqdən ey yar. Gəhi divanə olar gah bimar. Burada şeirin artasında şeirdir. Mən deyirdim ki bu başlıqlı başlıq deyil. Bu elə bir şey təkrar olan bir ayrı bir məfhumdur. Bilmirəm nə cür deyim. Yəni 5 misrədən sonra 6-cı 5 beytidən sonra 6-cı beyti hər yerdə rəfücüsü fərqli yazıbdı. Onun üçün gedək görək nə cürdür. Gülü üçün gördü xoş dəmsaz bülbül, qılır sözü suri ilə hər dəmsaz bülbül. Xoşa fəsli bəhar u vəsli dildar, səhər ki çün edə avaz bülbül. Eşit kim hər nəfəs eşqün eşindən, eşit kim hər nəfəs eşqün eşindən, eşqin içə eşiyindən. Sana roşən edə bin raz bülbül. Niyaz et nazinə yarın ki xoşdur. Niyaz et eşqinə, niyaz et nazinə yarın ki xoşdur. Təhəmmül etsə güldən naz bülbül. Təhəmmül etsə güldən naz bülbül. Gəlur gülzar şoq ilə nitakim. Yüzünün vəsfin edər saz bülbül. Altıncısının rəngini değiştirdi, qızılı yazır. Cahan tolu nəvavu bərgi güldən, güldür. Cahan tolu nəvavu bərgi güldür. Dəmi nayu rübabu cam müldür. Dəmi nayu rəbabu cam müldür. Dəm bilirsiniz, ruh, ağızdan çıxan hava. Nay, boğaz, burada ney anlamındadır. Rəbab, qaval. Dəf, cam, içənlər bilirlər cam nədir. Müldür, mül bilmirəm nədir. Bunu yazım, görüm ki, camı mül. Camı mül. Camı mül ya ibarət idikdə və ədəbi irfani istemal bulur. Mül mənisi piyalə, qədəh, kası şərab, cami mey, eşq, mərifət, feyzi ilahi. Mül əgər gəlsə şərabı tirə, təhmandığı şərab. Mül şərabı qəliz, təhnişin şüdə ya baqimandığı cam. Tamam, bilmirdim. Bunda hətmən olar ki, bundan məşğuldurlar, bilərlər. Əgərçi ənbər əfşandır bənəfşə, sənin zülfün nə heyrandır bənəfşə. Dəmağinə sütün, dəmağinə səçün, saçın, saç. Dəmağinə səçün səvdası düşdü. Səvda burada sevdada ola bilər, sevdası düşdü. Amma səvda deyəndə olur qəranlığı. Dəmağinə ehtimalən mənzur düşüncəsinə, amma burnuna da demək olar. Dəmağinə səçün səvdası düşdü. Anın üçün pərişandır bənəfşə. Səçünə müşki demiş ol xətadən, boyun əkmiş pəşimandır bənəfşə. Cahan heyran durur zülfünə ani, nə bilsin kim nə reyhandır bənəfşə. Dəmağini havanın qıldı müşkin, məgər şahə sənaxandır bənəfşə. Məliki Sülman ki öldür şahı keşvər. Məliki Sülman ki oldur şahı keşvər,
özü Süleyman yazdığı üçün mən Süleymanı istir deyə ona görə. Məliki Süleyman. Məliki Süleyman ki oldur şahi kişvər, dilaver padişahı milk pərvər. Bu şeirin davamı var, altıların davamı var. Mən gedim 200'ü oxuyaq. Bir 200-dən 220-yə gəldik, yaz qeydaq dalıya. 202-də bir dana nəvvərəllahu mərqədəhu var. Dilərsən, bu zaman ölmüşmüş. Bu kitabı yazanda şair ölmüşmüş. Çünki deyir ki, və ləhu eyzən nəvvərəllahu mərqədəh. Allah rəhmət eləsin onun torpağın mərqədin, qəbrin, mərqədin nurani eləsin. Bunu deyir ki, şair ölmüşmüş. Bu şey ki yazır, nüsxəsi. Nüsxəsi kitabı yazanda, yəni, dedik ki, neçədə qutarıb bu kitabı? 840-da bu adam dedi ki, mən nüsxəni yazmışam, tərsib eləmişəm. Bu zaman ölübdür. Ona görə də nüsxəsi yazır ki, və ləhu eyzən nəvvərəllahu mərqədəh. Heç diqqət eləməmişdim, burada oxunur ona görə. Dilərsən ki, gerinə, gözünə, surəti can. Dilərsən ki, görünə. Dilərsən ki, görünə, gözünə, surəti can. Əgər surəti can istərsən ki, görünə, gözünə, çox gözəl işlədib kəlməni. Dilərsən ki, görünə, gözünə, surəti can, gözünyə nəzər eylə, gözünyə nəzər eylə, gör ol cəmal əyan. Qəddün misal durur sərv cuybar behişt. Qəddün misal durur sərvi cuybar behişt. Yüzün xəyal durur nobəhar aləmi can. Səçünə şiftə dil. Səçünə şiftə dil baz rozi firdevs. Rozi Firdevs, Firdevs behiştə deyilir, bağa deyilir. Rozə də bağa deyilir. İkisini bir yerdə işlədibdir ki, daha bunu gözəl eləsin. Səçünə şiftə dil, səçünə şiftə dilbaz, rozi Firdevs. Bəsu Ləbünə teşnə cigər abi çeşme heyvan. Ləbünə teşnə cigər abi çeşme-i heyvan. Eder gögüllülere xuni gözün mudam kəmin. Eder gönüllere, eder gönüllere xuni gözün mudam kəmin. Çəkər bu fitnə qaşın, canlara həmişə kəman. Qılır ləbin sifətində, qalır anlamındadır. Qalır ləbin sifətində kəlam, təng məcal. Ölər səçün rəqəmində qələm şikəstə zəban. Rəqəmində, yəni onu yazmaqda nəcür saçıb tozih versin, deyir ki, qələm şikəstə zəban qalar. Hədisin ağzının edəməzəm əyam kim ol raz. Hədisin ağzının edəməzəm əyan ki ol raz. Əgərçə tərdürü şirin yen ol ki ola nəhan. Şayet یک ol ki ola nəhan. Tu eşvəsən gözünün Əhmədi qılır təqrir. Tu eşvəsin gözünün Əhmədi qılır təqrir. Kəlamini eşidən kişidir dərzi səhər bəyan. Dərzi sehri bəyan. Dərzi xəyyat, tikici. Gedək 250-ci səhifədən də oxuyaq əgər olsa və kitabı bitərək. Yəni 250-dən də bir qıssasını oxuyayım 54-cüdə. Bana qəmzən xəznini yarə ürdü. Mənə qəmzən olacaq. Bana qəmzən
xəznini yarə ürdü. Nə yarə kim, yara küm yarə ürdü. Yara küm, yaram. Nə yarə kim. Yarla yara bir şeydəndir, kökdəndir. Bunu heç mən diqqət eləməmişdim, burada öyrəndim. Mən yar sözünün müxtəlif şeylərini oxumuşdum, amma yarıya huşum getməmiş ki, yara, bədənimiz yaralanır. Bu da yar kimidir da, mənim yarım, yarğan, yarılmış, bədənin yarası da yar. Allahu Ekber. Bana qəmzün xədəngi olacaq bu. Bana qəmzün xədəngini yarə ürdü. Xədəngi də oxdur elə, genə də. Əgər iştibah eləməsən. Baxın burada. Xədəng. Bəli, ox anlamındadır. Bana qəmzən xədəngi yarə urdi. İndi oldu, yara vurdu. Sənin o qəmzən bir ox idi, dəydi məni yaraladı. Bana qəmzən xədəngi yarə ürdü. Nə yarə kim? Nədir bir yara kim? Yarə urdu. Yara vurdu. Calibdir. Yəni deyir ki, nə yarə kim, nə yarə kim, yarakım yarə ürdü. Kəmankeş gözlərin urduq zəxmi. Urduq yəni vurduq. Kəmankeş gözlərin urduq zəxmi. Nə kimsə əğyarə, nə xud yarə urdi. Nəradə əstiyayım zəxmə mərhəm. Nəradə əstiyayım zəxmə mərhəm. Əsti asmaq, sürtmağa deyib burada. Nəradə əstiyarım, əstiyayım, astamaq, əstiyayım. Nəradə, qolum məsələn sınıbdır, bunu nərədən astıyım? Nəradə astiyayım zəxmə mərhəm. Mərhəm, yarıya mərhəmi haradan aslıyım? Haraya sürtüm, haraya bağlıyım? Nəradə astiyayım zəxmə mərhəm. Bana çünkim təbibim yarə urdi. Deyir ki, mənə döhdürüm, mənim dərdimə dərman olan yarama dərman sürtən yaranı vurubdur. Mən bu yaranı hara bağlayayım? Astiyayım oradan gəlib, bağlamaq mənasına gəlib. Nəşəh urdi, yarsanə, yarə dərsən. Nəşə vurdi, nəşə xumarlamaq. Nəşə urdi yar sana, yarə dersən. Tu hakimdür, nə tarə yarə urdi. Olar aruğa yarın yarəsi heyf. Arıq etməli, əruğa nə deməkdir? Bunu da mən bilmirəm. Əruğa nə deməkdir? Daruğa dəqiqətən, amma ayruğa. Ayruğa, qoy bunu düzəldim, qələt oldu. Ayruğa. Ayruğa قلمرو محدوده حوزه حاکمیت ایروغی سلطان به صلح رسید. تمام. Olar ayruğa yarın با yarəsi heyf. Yarın yarasının mərzləri, sərhəddə ayruğa, sərhəd, mərz. Olar ayruğa yarın yarəsi heyfdir. Bana arsun yariyi ki əğyarə urdi. O yariyi ki, bana arsun, mənə gəlsin. Yariyi ki əğyarə urdi. O yariyi ki əğyarə vurdu, o mənə gəlsin. Əğyara dəyməsin, gəlməsin ki.
Gözün əqlümə qəsd eyladı sərməst. Gözün əqlümə qəsd eyladı sərməst. Nola gəryarə bir hüşyarə urdi. Körali Əhmədi nurun yüzünün. Körali yəni görəli, der hali ki görür. O halda ki görür. Körali Əhmədi nurun yüzünün bəsi təni əncüm səyyarə urdi. Bəsi təni əncüm səyyarə urdi. Kitabın sonundan oxuyaq. Mən çox da gecə qaldım əslində. Tarixini oxumuşduq, amma bu şeiri əgər eləyə bilsəm oxuyam. Bəli, bu şeiri əvvəldən axırına oxuyaq da. Nə müşkül elmüdür eşqin kitabı. Nə müşkül elmüdür eşqin kitabı ki ərməz feysələ fəslu babi. Yəni eşqin kitabı sona getməz. Əgər danışda bu reyhan olursa, əgər danışda, danışmaqda, düşüncədə, elmidə, danışmaq. Əgər danışda bu reyhan olursa, Əbu Reyhan olursa, qalur heyran oxuyin bu kitabı. Bu kitabı oxuyanda heyran qalar. O qalur heyran oxuyan bu kitabı. Necə düyə bu yüzün tabinə can. Necə düyə doyamaqdır. Düyə yəni doya. Necə düyə bu yüzün tabinə can ki bir zərrə dutər ol aftabı. Ki bir zərrə dutər tutmaq, yerləşmək ol aftabı. Gözüm əksin cəmalünün görəmdir. Gözüm əksin cəmalünün görəmdir. Su içində zi miskin murği abi. Su içində zi miskin murği abi. Suali busə şirindir ləbindən. Suali busə ləbindən. Suali busə şirindir ləbindən. Deyir ki, öpüşmək dodağı və öpmək, onu istəməyi. Öpüş istəmək dodağından, öpməkdən gözəl, şirindir. Bu çox cəlibdir. Suali busə şirindir ləbindən, acıdır ləntəranidən cavabı. Ləntərani, Həzrəti Musa gedir Allaha deyir ki, mən səni istəyirəm görəm. Allah deyir ki, ləntərani, görə bilməzsən. Bu da onu gətirib şeirdə. Acıdır ləntəranidən cavabı. Allah ki ona deyirdi, görə bilməzsən mənə. Deyir ki, sən desən ki, yox, ondan da acıdır. Dilaram səbr ilə edəm canə eşqə, çarə eşqə. Dilaram, mənim dilaramım. Səbr ilə edəm çarə eşqə ki əqlün yox, anun ilə tabi. Əqlin tabi yoxdur. Ay-ı günü kəvakib yüzün örtə. Ay-ı günü kəvakib yüzün örtə. Yüzün gər götürür isə nüqabi. Yüzün gər götürür isə nüqabi. Doyeydi Əhmədi curu cəfaya. Doyeydi, doymaq sir şödən. Doyeydi Əhmədi curu cəfaya. Cəfavu curun olsaydı hesabı. Tamam, kitabı oxuduq, quturduq. Qabaq qismətdən də o tarixi oxumuşdu. Onun üçün şey olsun. Allaha min mərtəbə şükür bu günləri iki kitabla tanış olduq. Birinci divani, əslində bir kitabla tanış olduq. İki kitabla tanış olduq, amma iki kitabla. Bəli, biri lüğət idi, 3 dildə. Ərəbcə, türkcə, farsça. Ondan bir-iki kəlmədən çox oxumadıq. 988-ci ildə bu kitabın yazılması qutarıbdır. Yəni 495 il öncə yazılmışdı. İkinci kitab rəhmətlik, Allah rəhmət eləsin, ruhunu şad eləsin, cənnət olsun. Taceddin Əhmədin divanıdır, çox böyük divandır. 548 səhifəlik bir kitabla qarşı-qarşıya çıxdıq. Bu kitabın nüsxəsi təzhibkarı eləyəndə
təzhib eləyəndə bu adam mərhum olmuşmuş. Təzhib 840-cı ildə olubdu. Hansı zaman Sultan Murad Sani'nin dövründə bu adam bu kitabı yazıbdı, amma nüsxəçi bunu yazanda, təzhibkar bunu yazanda təəssüflə şair Allahın rəhmətinə getmişmiş. Yəni kitab bundan da daha çox. Yəni kitab ən azından 607 il öncə yazılıbdı. Ən azından. Beləliklə bu günləri, bu əl yazmaları görməklə və bu ədəbiyyatla özəlliklə, bu dilin qinası ilə tanış olmaqla tanış olduq. Atalarımıza, babalarımıza, bunları bizə yadigar qoyan insanlara, bunları saxlayanlara, zəhmət çəkənlərə, yazanlara Allah rəhmət eləsin. Oxuyanlara, qulaq asanlara da Allah rəhmət eləsin. Sağ qalın, səlamət qalın. Allah ömür verirsə bir ayrı gün huzurlarınızda bir ayrı